Əməkdar məşqçi, tərəqqi medalçısı Mirağa Qiyasovun 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər icra hakimiyyətinin rəsmiləri, yubilyarın doğmaları və yaxınları iştirak edib. Qeyd edək ki, Mirağa Qiyasov 1973-cü ildən idmanın sambo güləşi üzrə məşqçi müəllim kimi fəaliyyət göstərir. Onun yetirmələri Respublika, dünya və Avropa çempionatlarında böyük nailiyyətlər qazanıblar. Hazırda o, Sumqayıt şəhər sambo bölməsinin və şəhər yığma komandasının baş məşqçisidir. Bugün mənim həyatımın 80-ci baharıdır. Mən bütün məni sayıb bu ad günümə gələnlərə xoş gəldin deyirəm. Dərin hörmətimi bildirirəm. Mənim üçün bu il çox dəyərli il olub. Mən bu il Cənab Prezidentin sərəncamı ilə fərdi təqaüdə layiq görülmüşəm və ayın ikisində isə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir müəllim qəbul edib. Çox sağ olsun. Müxtəlif hədiyyələr və fəxri fərmanlar verib. Və mən Cənab Prezidentimizə təşəkkürümü bildirirəm. Qiyasovun yetişdirdiyi idmançılar sırasında dünya və Avropa çempionatlarının qalibi və mükafatçıları var. Mirağa müəllim gözəl bir həyat yolu keçib. Demək, bütün şuurlu həyatını idmana həsr edib. Yetirmələri var. Onun o qədər hörməti var ki, Risko səviyyəsində Mirağa müəllim hörməti var. Bütün samboçular adından, veteran samboçular adından Mirağa müəllimi təbrik edirəm. Can sağlığı arzulayıram ona. Azərbaycan idmanının inkişafına verdiyi töhfələrə görə Mirağa Qiyasov tərəqqi medalı, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi və Azərbaycan Respublikasının əməkdar məşqçisi fəxri adları ilə təltif edilir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında sərəncamına əsasən Mirağa Qiyasova ölkədə idmanın inkişafına uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezidentin fərdi təqaüdü verilib. Elvin Qudrətov, Şəmsizan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.